Əziz tamaşaçılar, Maska Show'nun ikinci mövsümünün ikincisi Pələng! Pələng! Hər çıxışınız valih edici idi. Hər ifanız möhtəşəm idi. Biz sözün əsl mənasında detektivlərlə, tamaşaçılarla birlikdə hər çıxışınızı xüsusi olaraq izləyirdik. Amma mən detektivlərdən soruşanda ki, pələng maskası arxasında kimdir? Onlar müxtəlif adları deyirdilər. Maraqlıdır. Maraqlıdır. Görəsən, bu maska arxasında kimdir? Hər kəsə maraqlıdır. Elə mənə də maraqlıdır. Amma detektivlər, sizin son təxminlərinizi və adları eşitmək istəyirəm. Murad, pələng maskası arxasında hansı ulduzdur? Mənim müəllimim Samir Cəfərov. Nigar Camal, Samir Piriyev, Kamilə Babayeva, Samir müəllim Cəfərov. Coşqun Rəhimov Samir Cəfərov. və Faiq Ağayev. Respublikanın xalq artisti, bu şovda parlaq şov göstərən, performans göstərən Samir Cəfərov. Hər birimizə maraqlıdır. Mənə də maraqlıdır. Kimsən sən? Kimsən sən? Buyurun detektivler! Azerbaycan Respublikası'nın halk artisti Samir Cəfərov karşınızda. Tapdım! Çok sağ olun, minnettarım. Tapdım! Siz necə də möhtəşəmsiniz. Akışı tapdınız. Dur ki, bəli. Final günü tapdım. En sonunda. Əslində, Samir, biz yanılmıramsa 3-cü efirdən artıq Samir Cəfərov deyirdik. Siz deyirdiniz. Hə, mən deyirdim, çünki mən axı o yağlı vokalı eşidirəm, qulağıma gəlir, dəyirəm. Ama Kamalə xanımın dediği düz çıktı. Kamilə Piriyev deyirdi. Birinci demişti, o düz çıktı. Ben demiştim. Yok, siz Kazımcan demiştiniz. Düz çıktı. Sən, Cəmal xanım, əyləşin. Samir, bax, vallah bu mətbəx artıq sirləridir. Bizim xəfiyyələrin mətbəx sirləridir. Hansını ki biz efirə hətta demirik, hətta bu mikrofona demirik. Hamı sənə görə azarkeş deyilirdi. Böyle qoy sirri açım. Yazıq düşməniniz olsun. Evdə bir həyat yoldaşım bilirdi ki, mən bu şovuya gəlirəm. Uşaqlar da bilmir. Heç kim bilmir. Ay Allah. Yəni deməliydim də, mən saatlarla burada oluram, evdəki deməyəcək hardasın sən. Uşaqlar bilmir ki papa pələngdir. Bilmir. Bilmirlər baba pələngdir, Hələ bəli. bilmirlər. Samir danışın da nə olar? Bu ümumiyyətlə niyə pələng maskası sizə qismət oldu? Təsadüf idimi yoxsa? Yox, mən Ama seçdim. əslində çox Niyə uğraşdı. Çox obrazlı. Nəyə görə bunu seçdim? Burada babalı əzizin boynuna mənim saqqızımı nətə uğradısa bu verilişdə. Dedi, bir veriliş çıxadacaqlar, gedəcəksən. Amma xoşunuza gəldi də özünüzə. Çox çətindir, inanırsınız bunun içərisində. Siz bilsəniz mən nə ilə nəfəs alıram onun içində. Təsəvvür edirik. İstəyirsiniz deyim nə ilə nəfəs alırdım. Onun içindədir. Göstərin. Yerə düşməyibsə onun içindədir. Ya nə baxın görəm. Şılaqdır. Halal olsun. Trubka ilə nəfəs alırdım. Nəfəs almaq mümkün dedim. Düşdü, Düşdü yerə, düşdü yerə. Düşdü. Bu. Ayda. Baxın. Ayda. Onun demək dişinin yanından nəfəs çox çətindir, amma zövqlü bir Sən proyekti. o qədər sənətkar, sən o qədər bu maskanı düzgün daşıdın, sənin gözlərin də danışırdı. Bəli, Sənin bəli. gözlərin də danışırdı. Halal olsun. Bu proyektdə olduğuma görə sənə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun. Möhtəşəmsən.
Səhnəyə yaraşırsan. Sağ ol ki, sən bu Azərbaycanda bir nömrəli şouda iştirak elədin və finala kimi bizi aldada bildin. Halal olsun. Teşekkürler Coşkun Bey. Samir Buyurun Bey, Murat. Bəs hansı nömrə xüsusilə sizin özünüzü həyəcanlandırdı ki, bunu edim, etməyim? Tərəddüdlə yanaşdığınız mahnı oldu heç? Birinci mahnım. Hə, Eye of the Yəni Tiger. bir də nəyi mən nəzərdə tutmuşdum? Mən bu geyimə görə geyimin səsini çıxartmalıydım mən. Yəni bu pələngin səsi olmalıdır. O daha maraqlıdır. Məsələn, at olanda atın səsi ola bilərdi, cücə olanda cücənin səsi. Yəni o xarakteristikanı tapmaq üçün mənim üçün çox maraqlı idi ki, mən başlayanda, hətta o Bellaçao oxuyanda da dedim, Tigr bunu, pələng bunu necə oxuya bilər? O yanaşmadan yanaşmışam. O Bellaçao'm, yəni o xarakteristikanı vermək üçün gərək bunun içərisindəki də o olar. Mən minnətdaram. Murat bəy, çox sağ ol. Mən bir çox tələbələrim olubdu. Tələbə deyəndə öz praktikamı bölüşmüşəm demişsəm, daha yaxşı olar. Bəli, opera balet teatrında. Mən çox sevinirəm ki, Murat Arif indi Azərbaycanda bir brenddir. Yəni çox tanınmış bir musiqiçidir. Bir dənə bu cümlə üçün bu layihəyə gəlməyə dəyərdi, yəni Samir Cəfərovun dilindən. Yəni uğurlar, yəni möhtəşəmsən, belə də davam elə. Yəni bilirsiniz, bu musiqidə bir novator olmaq çox çətindir. İndi biz klassiklər eləyək ki, bizim çərçivəmiz var. Amma siz bir novatorluq elədiniz, önünüzün bir yolunu, cığırını açdınız. Oldunuz Murat Arif. Mən buna çox sevinirəm. Həm hamınıza mənim çox hörmətim var, minnətdaram ki, dözdünüz bizə dözdünüz. Zövq aldıq, nə dözmək, zövq aldıq, üzr istəyirəm, professor. Amma o səsi tanıyan, ilk olaraq Samir Cəfərov deyən, o nehrəmli G hərfini tutan, Halal olsun. o bütün tarixçəni Koreyadan bu yana yada salan kim oldu? Mən. Bəli. Və mən çox Hətta şadam. bir şey demək istədim ki, bizim o rejissorlara ki, senari yazanlara ki, bəlkə belə bir şey deyək. Birindən laureat adı almışam, birinə dərs demişəm, birinə pul qazandırmışam. Dedim, belə bir şey eləsək nə olar? Mən Filarmoniyanın direktor olanda çox zövqlə bu şəhərdən orada böyük konsertlərini elədim mən. Yəni belə bir formada. Bəli. Dedim, bunu desək, yəqin ki, taparlar. Samir Samir Bey. Pələngi seçdiniz, xarakterinizə uyğundur Pələng. Ağa, bir sual da mən verim. Xarakter demişkən, hansı ad sizi qıcıqlandırdı? Ümumiyyətlə, hamısına mənim böyük hörmətim var. Mən bilirdim ki, Samir bu cavabı verəcək. Mən bilirdim onu. Siz, Azərbaycan mədəniyyəti böyük bir laləzarlıqdır. Yəni, orada müxtəlif güllər var. Yəni, onların hamısını mən çox bəyənirəm, çox dinləyirəm. Çünki bu bizim mədəniyyətimizdir. Samir müəllim, mən bir söz demək istəyirəm. Demək, bu maskanın arxasında bu yırtıcı bir heyvandır da. Yəni, Çox. bu pələngdir. Biz ondan qorxmalıyıq, o vahiməlidir. Amma o pələng maskasının arxasında, yəni orada gizləndiyiniz halda belə, mən bayaq da bunu söylədim, amma indi yenə qeyd eləmək istəyirəm ki, alicənablığınız, mədəniyyətiniz, ruhunuzun böyüklüyü, özünüzün böyüklüyü, o qədər özünü hər an göstərirdi ki, bax buna görə dərin təşəkkürlərim var sizə. Çox möhtəşəm idiniz. Mən Azərbaycanlı olmağıma görə təşəkkürəm. Mən Azərbaycan mədəniyyətinin bu klassik bölümünü çiyinlərimdə daşıdığıma görə xoşbəxtəm. Samir müəllim, mən sizə bir məqamı qeyd etmək istəyirəm ki, həm maska şou, həm pələng sizin üçün çox darıxacaq. Amma bir də onu deyim ki, qır atın qalib gəlməyi mənim üçün çox sevindirici haldır ki, iki qat. Çünki Koroğlunun qır atın qalib gəlməyi çox gözəl bir şeydir. Okey. Qır at Azərbaycanın simvoludur. Qır at Azərbaycanın bir namus bir göstəricisidir. Yəni o bizim özümüzük. İkinci yer mənim alnıma yazılıb. Birinci konkursda Faiq müəllimin yadındadır, 99 Gənclik müsabiqəsində mən ikinci yer tutmuşdum. Sonra beynəlxalq konkurslarda, həm Qazaxıstanda, həm Rusiyada, bir çox xarici ölkələrdə ikinci yer məndən əl çəkmir. Nə gözəl, əladır da. Bilirdim ki, ikinci yer mənimdir. Ona görə də qır atın udmağı iki qat mən sevinirəm ki, mənim atım udub.
Derin teşekkürler. Maska Show'unun ikinci mevsiminin ikincisi. Samir Müəllim Cəfərov. Əziz tamaşaçılar, sizi elə Maska Show'da Samir Müəllimlə üz-üzə qoyuram. Buyurun, gözəl ifasını dinleyin və zövq alın. Dağların başından düştü qaralar, dağların başına yaman düştü qaralar. Yar yarın görməsə rəngi saralar, yar yarın görməsə rəngi saralar. Gel güzelim, gel meleğim, gelmeliydin diyer, kalbim senindir. Devran ne güzel, ne güzel, ne güzel, canan ne güzel, ne güzel, ne güzel. Al sazı, çal sazı, et nazı, teller oynasın. Al sazı, çal sazı, teller oynasın. Araz derindir, suyu serindir. Araz derindir, ayaman suyu serindir. Bir şirin dile kalbimi dindir. Bir şirin dile kalbimi dindir. Gel güzelim, gel meleğim. Gel güzelim, gel meleğim. Gelmeliydin diyer, kalbim senin diyer. Azilem ay Qarabağ, Şəki ay Şirvan Qarabağ, ay qadan yalmay. Alem ay cennete dönse, yaddan çıkmaz Qarabağ, ay qadan yalmay. Alem ne güzel, ne güzel, ne güzel, canan ne güzel, ne güzel, ne güzel. Al sazı, çal sazı, et nazı, teller oynasın.